Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dişdi şəhidlər. Üçrəngli bayrağı öz qanları ilə vətən torpağına əkdi şəhidlər. Vətən torpağına çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə. Vətən torpağın bağrına cəsədləri ilə azadlıq tumunu əkdi şəhidlər. Bizdən yan keçmədi, ölüm fəlakət. Günah işlətmişik, yoxsa qəbahət. Baxışlar nigaran, ürək narahat. Biraz da sinələr dağla gələn fil. Adəm Bayramov Dəyənət liseyində təhsil alıram. Bildiyimiz kimi SSR-nin son illərində milli çəkişmələr mövcud idi. Onlar yerli xalqları bir-birinə qırdırmaqla bu münaqişənin qarşısını almaq istəyirdilər və başına azadlıq hərəkatı da bu məqsəd daşıyırdı. Belə ki, bizim xalqımız 70 illik əzaba son qoymaq istəyirdi və bunun üçün də SSR-dən ayrılmaq istədi. Lakin Sovet qoşunları bunun qarşısını almaq üçün yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya çoxsaylı qoşun yeritdi və silahsız dinc əhaliyə böyük soyqırım törətdi. Bu faciə xalqımızın milli azadlıq hərəkatını susturmadı. Əksinə, xalqımız artıq SSR-dən ayrılmaq üçün fəaliyyətə başladı. Belə ki, biz bir il sonra öz müstəqilliyimizi qazandıq. Allahverdiyeva Zülfiyə Nərman qızı, atam 20 yanvar şəhid idi. Mən onda uşaq olmuşam, düzdür 90-cı ildir. Çox heyif ki, atamı görməmişəm, kəşki görərdim. Düzdür, fəxr edirəm, fəxrimdir, qürurumdur. Yəni, şəhid qızı olmam çox fəxr edirəm. Çünki mənim atam bütün vətən uğrunda canından keçib, qurban verib. Yəni, Allah cəmi bütün şəhidlərə rəhmət eləsin, yerdə qalan qazilərimizə Allah can sağlığı versin, uzun ömür versin. Onlar bizim fəxrimizdir, tarixi qanunları ilə yazıblar. Mən buradan bir dənə xahişim var ki, bütün şəhid ailələrindən və qazilərindən xahiş edirəm ki, şəhidlərimizi uca tutaq. Onlar bizim fəxrimizdir, çünki onlar qanunları ilə tarix yazdılar. Yəni onları heç vaxt aşağı görməyin, həmişə çünki zirvələrdədir, onlar cənnətdədirlər və bizləri qoruyurlar. Və çox xahiş edirəm ki, həmişə adlarını yüksək tutsunlar və heç vaxt da pis olmasınlar, çünki onlar sağdılar, ölü deyirlər. Onlar həmişə bizim yanımızdadır və bizimlə də olacaqlar. Xudiyev Tahir Bərxudaroğlu, özüm Azərbaycan Respublikası Beynəlxalq Əllər Cəmiyyətinin sədriyəm, onunla əlavə Əllər Dünyasının baş redaktoru. 20 yanvarından deyiləndə bugünkü gün bizim ilk Azərbaycanın şəhidlərimizdir ki, Azərbaycan müstəqil dövlət uğrunda mən bu 20 yanvar ilk şəhidlərimiz oldu. Həmin o günləri mən xatırlayıram, həmin o gündə mən bundan öncə də sosial şəbəkələrdə mən yazım və jurnalistlər burada mən intervyu götürmüşdü. Böyük faciə idi, həqiqətən də. Yəni, o günü yadıma salmaq çox mənə ağır gəlir. Burada bizim bütün demək, Azərbaycan xalqımızın bax, həmin o 20 yanvar şəhidləri olmasaydı, mən deyə bilərdim ki, bax, bugünkü müstəqil dövlətin bir bayraq altında ola bilməzdi. Bax, həmin o ilk şəhidlərimiz mən qəbul edirəm şəxsən mən öz-özümdə. Həmin o günlərdə yaşamışıq, həmin o gündən bağlı informasiya qıtlığı idi. Bizim özümüz şəxsən mən Azərbaycandan Moskva şəhərinə gedərək sənədlər Sovet Rus İmperiyasının vəkillər barədə beynəlxalq təşkilatlara məlumatları yayılmasında böyük köməklik göstərdik və onunla bağlı oradakı Azərbaycanlılar da həmin gün yadıma gəlir ki, Rusiyada yaşayan Azərbaycanlıların mitinqlərin, piketlərin və kütlələr çıxımı üzrə etirazını bildirdilər. O vaxtı yadıma gəlir, mərhum Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan nümayəndəliyinin qarşısında çıxaraq Azərbaycanı səsləyərək, Azərbaycanın etirazını bildirmək üçün və sonra da mən qayıdıb gəldim Azərbaycana, Bakıya. Burada da şəhidlərimizin 40 ilə bağlı hazırlıqlar gedirdi. O dövrdə Sovet Rus İmperiyasının hərbiçilər elə bil 2 nəfər, 3 nəfər çıxanda həbs edilirdi, həbslər olurdu. Və o günlər mən Nizami rayonunda yaşayırdım. Bizim mərhum gözəl gitarçımız vardı, Rəmiş. Fikirləşirdik, neyək? Bu cəmaatın bu qorxuğunu götürmək üçün mən təşkil edim, rəhməti Rəmişlə danışdım, mənim həm yerlim idi. Hətta mən onu apardım, öz evimdə saxladım aylarla və Kinoteatr Sevinçdə konsertini təşkil elədik ki, bu konsert altında bu yəni
insanlara qorxu xofunu götürək. Bu 40-la bağlı cəmaət bu necə deyim, bu şəhidləri ziyarətinə gələ bilsin. Zərnişan Turan Azayeva Beynəlxalq Əlillər Cəmiyyətinin İdarə Heyətinin üzvü, Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Respublika əməkdar jurnalisti. Mən bura yaxın bir yerdə işləmişəm, uzun illər, 40 il Azərbaycan televiziyasında və bura bir müqəddəs yerimizi bilirik ki, bura qədim Çəmbərəkənd məzarlığıdır. Ürəyimiz ağrıyaraq materiallar proqram hazırlayırdıq və zaman gəldi, tarix elə təkrar olunur ki, gəldi o tarix ki, bizim vaxtilə 18-ci il şəhidlərimiz burada yatmışdı. Qafqaz İslam Ordusunun döyüşçülərinin burada bir məzarı var idi, buradaydılar və gəldi həyat 20 yanvar hadisələri, 90-cı 20 yanvar hadisələri baş verdi və bura yenidən şəhid məzarlığına çevrildi. Həmin o Mironev, Sergey Mironoviç Kirovun lənətə gəlmiş heykəli rədd oldular. Azərbaycanlıların qanına batmışdı onların əlləri və onlar ləğv oldu. Bu gün də o müqəddəs yer ki, bizim müqəddəs yerimizdir, gəlirdik, ziyarət edirdik və gəldik yenidən həmin o müqəddəs yeri bir daha bizim üçün müqəddəs yer oldu. Burada bizim azadlığımızın, müstəqilliyimizin carçıları yatır, şəhidləri yatır. Bu müqəddəs bir yerdir bizim üçün. Hər dəqiqəsi, hər addımı, nə isə. Mən bütün şəhidlərimizə qəni-qəni rəhmət deyirəm. Bir daha təkrar olmasın. Bura bizim əbədi ziyarət yerimiz olsun. Amma bir daha tariximizdə bunlar olmasın. Müstəqilliyimiz, torpaqlarımız əbədi azadlığını qaytarsın. Qarabağ əbədiyyən bizim olsun. Əbədiyyən torpaqlarımız da zaten olsun. Qərbi Azərbaycan qoşulsun. Bütöv Azərbaycan olaq. Bütöv. Sağ olun, sizə də minnətdaram.